Değerli izləyicilərimiz, hər vaxtı xeyir olsun. Ekrana yaxın əyləşin, ən son məlumatı diqqətinizə çatdıracağım. Bugünkü mövzumuz təkcə bir məhkəmə prosesi deyil, həm də cəmiyyətimizin dəyərlərini, etimadını və milli mənəvi prinsiplərini əks etdirən hadisələr toplusudur. Biz burada təkcə hüquqi gedişatla maraqlanmırıq, eyni zamanda insan münasibətlərini, sözün arxasında durmaq məsələsini, dostluq və ədalət anlayışlarını da diqqətə alırıq. Məhkəmə zalında səslənən fikirlər bəzən ziddiyyətli, bəzən çaşdırıcı olub. Bir an tanımıram, bir an tanıyıram, bir an pul vermişəm, bir an verməmişəm kimi ifadələr sadəcə sözlərin qarşılıqlı oyunu deyil. Bunlar bizim üçün insan davranışının mürəkkəbliyini, vicdan və məsuliyyət duyğusunu göstərir. Azərbaycan cəmiyyətində, xüsusilə bölgələrdə dostluq, hörmət və sözün arxasında durmaq milli mentalitetimizin əsas sütunlarıdır. İnsanların bir-birinə olan münasibətləri və etik prinsipləri xüsusilə ictimai vəzifə sahibi olduqda daha böyük önəm kəsb edir. Bu hadisələr isə bizə göstərdi ki, təkcə hüquqi sistemin deyil, cəmiyyətin vicdanını da daim diqqətdə saxlanması vacibdir. Burada vacib olan bir məsələ də sözün, hərəkətin və qərarların ardıcıllığıdır. İctimai etimad yalnız qanunla deyil, həm də şəffaflıq, dürüstlük və mənəvi məsuliyyət qorunur. Məhkəmə prosesindəki ziddiyyətli ifadələr bizim üçün həm hüquqi, həm də mənəvi suallar doğurur. İnsan hansı amillərə görə mövqelərini dəyişir, vicdan və vəzifə arasında necə balans qurur? Ən önəmlisi odur ki, biz bu prosesi yalnız bilgi kimi yox, həm də cəmiyyətin etik və mənəvi müstəvisində bir dərs kimi qəbul edək. Hər birimiz anlamalıyıq ki, dostluq, ədalət və sözün arxasında durmaq yalnız şəxsi məsələ deyil, həm də milli və ictimai dəyərdir. Bütün bu mürəkkəb hadisələrin mərkəzində duran insanlar, hər biri ifadə, hər bir addım yalnız hüquqi prosesin bir hissəsi deyil, həm də bizim milli mənəvi dəyərlərimizi yoxlayan bir aynadır. Bu baxımından biz redaksiya olaraq hər zaman faktlara əsaslanaraq, tərəflərin mövqeyini qoruyaraq, ictimaiyyətə obyektiv və düşüncəli məlumat təqdim etməyə davam edəcəyik. Çünki əsl jurnalistika təkcə xəbər vermək deyil, cəmiyyəti düşündürmək, vicdanı oyatmaq və etik prinsipləri xatırlatmaqdır. Kanalımıza daxil olan məlumat və redaksiya təqdim edilən materiallar əsasında bildiririk ki, Elnur Abdullayev barəsində Gəncə şəhərində keçirilən son məhkəmə iclası bir sıra ziddiyyətli, düşündürücü və ictimai rezonans doğuran məqamlarla yadda qalıb. Məhkəmə iclasında Ağdam rayonunun baş memarı Əbdüləli müəllimi təmsil edən vəkil də iştirak edib. Bildirib ki, Əbdüləli müəllimin hazırda Elnur Abdullayevlə bağlı hər hansı şikayəti və maddi tələbi yoxdur. Bununla yanaşı eyni zamanda ilk vermiş ifadənin üzərində qaldığı da qeyd olunub. Bu məqam prosesi boyu istər-istəməz suallar doğurur. Şikayət və tələb yoxdursa, ilkin iddia hansı əsasla dəyişilməz saxlanılır? Elnur Abdullayevin sözlərinə görə həmin ilkin ifadədə ona qarşı hədə-qorxu, pul tələb etmə iddiası yer alıb. Lakin məhkəmə gedişində bu iddialarla bağlı ardıcıllıq və aydınlıq baxımından uyğunsuzluqla diqqət çəkib. Elnur Abdullayev iddia edir ki, Əbdüləli müəllimin təşəbbüsü və sifarişi ilə onun yaratdığı media resursu üzərində Ağdam rayon icra hakimiyyətinin sabiq birinci müavini Allahverən müəllimin və Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun, eləcə də Ağdam rayonunda yerləşən müxtəlif qurum və idarələrin barəsində dəfələrlə tənqid materialların hazırlanması və dərc edilməsi xahiş olunub. Onun sözlərinə görə bu yazılar hazırlanarkən xüsusi olaraq adım çəkilməsin, məlumatın mənbəyi bilinməsin, məzmunlu tapşırıqlar verilib və materialın kənar mənbədən daxil olduğu görüntüsü yaradılıb. Məhkəmə prosesində ən çox diqqət çəkən, eyni zamanda zalda təəccüb və müəyyən anlarda gülüş doğuran məqamlardan biri isə Ağdam rayon Xındırıstan kənd bələdiyyəsinin sədri Elnur Abbasovun ifadələri olub.
Proses zamanı verilən cavablar arasında ciddi ziddiyyətlər müşahidə edilib. Bir məqamda tanımıram, digər məqamda tanıyıram. Bir yerdə pul verməmişəm, başqa yerdə könüllü göndərmişəm. Bəzən pul istədi, bəzən isə istəmədi kimi fikirlərin səsləndirilməsi məhkəmə zalında çaşqınlıq, eyni zamanda gülməli bir ab-hava yaradılıb. Bu ziddiyyətli ifadələr məhkəmənin sədri tərəfindən də aydınlıq gətirməsi tələb olunub. Elnur Abdullayevin dövlət tərəfindən təyin olunmuş vəkili də prosesi zamanı bu uyğunsuzluqlara diqqət çəkdiyi, ifadələrin ardıcıllığının olmaması vurğulandığını bildirib. Məhkəmə zalında yaranan bu vəziyyət bir anlıq hüquqi müzakirədən çıxaraq daha geniş ictimai mənəvi müstəviyə keçib. Çünki Azərbaycan cəmiyyətində, xüsusilə bölgələrdə dostluq, bir süfrə arxasında oturmaq, çörək kəsmək, bir yerdə işləmək anlayışları sadəcə münasibət deyil, məsuliyyətdir. Milli mentalitetimizdə insanın sözünün arxasında durması, xüsusilə də kiminsə taleyinə təsir edə biləcək məsələlərdə aydın və dürüst mövqe sərgiləməsi əsas dəyər sayılır. Bu baxımından məhkəmə zalında səsləndirilən, bir-birini təkzib edən fikirlər təkcə hüquqi deyil, ictimai vicdan baxımından da suallar doğurur. Cəmiyyətdə istər-istəməz belə bir düşüncə formalaşır. İnsanlar bəzən mövqeyini hansı amillərin təsiri ilə dəyişir? Vəzifə məsuliyyəti, kənar təzyiqlər, ictimai narahatlıq və ya başqa səbəblər. Bunların hər biri cəmiyyət üçün cavab axtarılan suallardır. Bütün bu məqamlar fonunda Elnur Abdullayev bir daha bildirdi ki, ona qarşı irəli sürülən hədə-qorxu ilə tələb etmə iddiaları razılaşmır. Və əgər belə hallar mövcuddursa, bunu konkret rəsmi sübutlarla ortaya qoyulmasını tələb edir. Qeyd edək ki, bu materialda yer alan bütün fikirlər məhkəmə prosesində səsləndirilən mövqeylər və Elnur Abdullayevin iddiaları əsasında təqdim olunur. Kanalımız jurnalistika etikasına uyğun olaraq adı çəkilən bütün şəxslərin və qurumların mövqeylərini dərc etməyə hazırıq. Dəyərli izləyicilərimiz, indi isə gəlin Elnur Abdullayevin səsinə qulaq asaq. Hamımız birlikdə. Mən saati bağlamışdım. Bəs məndən söz dedi ki, mənə ehtiyacım var. Mən o saati aç, sən mənə pulun verir, saat yığdığını təzdə 2 saat işlətdi. Bəs mənə orada dedilər ki, sən onu demək ki, Əbdüləli edir. Mən dedim, yox. Əbdüləli nədir? Mənim öz açmışam, özüm işlədirəm. Əbdüləli kimdir ki? Əbdüləli eləmişdi. Hə, bənə. Bəs sən dedim, Bərdədən sən problemin vardı. Bəs dedim, Bərdə qaylarına mən yazdım açdım, saat işlət. Dəvəşən deyinə, bəs sən saat yığdımsan və sonra o demir, sabahında onu yazsın ki, mən 2 saat yığdımsa, sən axşama ki, vallah verindən 50.007 yazdımsa, yerinə keçmək üçün. Bəs mən bunları deyim, bəs istəmirəm axı, ortaya açam döşəmək. 1 ildir, 2 ildir burada yatmışam, nə olub yoxdur, 2 ildir, hamı gedər, dost üçün əziyyət çəkər. Sən mənə vaxtında köməkli edəcəm, pis vaxt. Mən də onu nəzər alaq, sana görə bir 2 il yatıram. Amma gəl axırda bu da kişilik yerə, gəl həqiqəti tanış. Elnur, mən başa düşə bilmədim. Sən saati bağlamışdın, o saat təzdən saat yazıldı. Hə, mən saatimi işləmdə satmışdım. Mənim yoldaşım xəstələndə mən saatlərin ikisində satdım. 3-4 saatdə hamısı. Dedim, ifadəyə vurdu. Dedi, saatlərin durur. Dedim, yox, satmışım. Ben niyə? Dedim, imkanım yox idi. Yəni onu saxlamağa da imkanım yox idi. Gələk bir içi tutamağın başında daimi durar. Yəni belə həm də pula ihtiyacım vardı, sattım. Dedi, onu bərp eləmək mümkün. Dedim, əlbəttə pulun mümkün olan şeydir. Götdü, dedi, nə qədər? Dedim, bir. Götdü, pulunu attı. Ay xərcinə, dedim, aylıqda xərci heç nəsə. Domeni budur, hostingin budur, aylıq bura verəcəyik. Qız tutacaq, orada yerinləsin, ona bunu verəcək. Dedi, onu hamısını mən eləyəcəm. Neçə ayda o eləyib. Mən o şirkətini, Qarabağ Təmir Çirkinin şirkəti onu da bilirdim. Orada mətbəx qurmuşam. Dedim, Qarabağ Təmir Tikinti kimi nə olub şirkəti? Bəs bu orada mətbəx xidməti sən qoymamışdın onu da. Sənin öz şirkətində. Aha. Sonra onu düzəldəndən sonra dedi ki, bundan yaz, ondan yaz. Bənə. Özü deyir ki, lazım olanda falan kəsdən. Allah verəndən qabaqdan yazdırır. Çoxdan o qədər yazdırır ki, Allah verəndən indi yazdırmız ki.
Allah verən müəllim bilirdi, onu yazdıran həmin o şeydi. Nədir, adı nə idi onun? Bilməmiş olmaz, Əbdüləlim demiş. Əbdüləli müəllim yazdırdığını bilirdi. Bilmirəm, bilərdi, bilməzdi. Yəni, niyə bilməsin ki, bilməsin düşmanı kimi, yerinə göz düşən kimi. Sonra kimlə yazdırırdı? Valla Bərdədən ən çox o qaylardan maraqlıydı. Bət yazdırırdı orada. Madəsi tanışdırmışdı, səndən orada yazdı. Bərdə qaylarla yazdırırdı. Hə, Bərdə qaysında. Ağdamla kimlə yazdırıb? Ağdamla. Ağdamdan Hə. Şeydən yazdırırdı. Allah verəmədi. Nə onun yerinə göz çəkmişdi. Hə, sonra. Ən çox elə ondan, demək olacaq. Birisi elə deyildi, Bakıda yazdı ki, bilinməsində, yəni, tək elə Allah verən üstünə düşür. Dedi, başlıdan nə yaz? Bakıda da yazdı ki, hə, bilinməsində Allah verən üstünə düşür. Bilinməsin ki, mənəfsənə, yəni, izit. Vaqif müəllimlə? Hə. Nədir, o Əbdüləli yazdırırdı onu? Əbdüləli, hə. Başa düşdüm. Şimdi pis vəziyyətə qoyma. Sən mənə də 2 ildir mən buradayım. Sən mən niyə pis vəziyyətə qoyum? O həqiqətidir. Həqiqəti minlə birin demək. Onsuz da mən həqiqəti qoymuşum burada. O gün də dedim, vəkili gəlib, vəkilə dedim ki, yaxşı. Dedi ki, vəkili mən buradayım. Dedim, maddi nə sual var? Dedim, sualım verim, dedim, cənab hakim, dedim, yaxşı. Sən deyirsən ki, yazmışsınız ki, 2000 manat müxtəlif vaxtlarda. Birinci 2000 deyil, 20 mindir. İstəyirsə dedim, sana subut deyim. Yaxşı, o 2000'i deyək. Hədə qorxunu almışam. Hədə qorxunu almışamsa, mən sən nəylə hədələdim, nəylə şantaj elədim, harda elədim, bir dənə fakt idi, onu deyib bilir. Yox, mən onu bilmirəm. Dedim, və bilmirsən nəyə gəlmişsən? Gör nə deyirəm. Əbdüləli Ağdam məmurlarından bir dənə başçıdan, bir də Allah verən məlumatı yazdırıb da, ikisindən yazdırıb. Bir dəfə yazdırıb, yoxsa mütəmadi olaraq? Allah verən məlumatı mütəmadi tez-tez yazdırıb. Başdan 1-2 dəfə olur. 2 dəfə də başdan yazdırıb, elə? Bəs qorxuram mən. Sən qorxmursan ki, sənin bir işin var. Üstad sıranda sabah nə olur? Sabah, uzaq başı, orada subut yoxdur ortada. Məhkəmə də haqsızlıq eləsin, mal üçün iş verin. Bir ildən sonra çıxıb gələcəm mənə. Bax, onda nə olacaq? Nə üzrə çıxarsın rayonda qıvamı? Məclisdə, xeyirdə, şəhərdə. Hansı üzrə gəlib oturarsın? Elə da. Bütün rayon bilir, akşama kimi səndən bir yerdə, maşından aşağı, yuxarı, Bakı, Şəki, nə bilim, Şamaxı, İsmailli, Qəbələ, akşama kimi gəlir, Türkiyə. Sən sabah nə sözlə çıxarsın bizə? Necə adla eləsin? Tanıb ölməyəsin. Bax belə dəyərli izləyicilərimiz, Allaha əmanət olun, özünüzdən müğayət olun. Növbəti videolarımızda görüşənədək diqqətiniz üçün minnətdarım. Sağ olun.